Süleyman Sani Axundov, qonaqlıq, hekayə. Bol yedilər, bol içdilər. Qəhvə gəldi, içərkən ortalığa belə bəhs düşdü. Hökumətin sütunu kimdir? Əlbəttə bəylər, ev sahibi dedi. Biz nücabasız hökumət yaşaya bilməz. Hökumətin sütunu bizik. Tacir dedi. Ticarət olmazsa pul olmaz. Pulsuz da heç bir hökumət yaşaya bilməz. Hökumətin sütunu biz tacirlərik. Alim dedi, hökumətləri yaşadan bilikdir. Onsuz heç bir quruluş davam edə bilməz. Pozulub məhv olar, hökumətin sütunu alimlərdir. Ruhani dedi, rəiyyəti hökümranlar itayətində saxlayan, onlara tabi etdirənlər biz ruhanilərik. Bizsiz əxlaqlar pozular, üsyanlar qalxar, qanlar tökülər, hökumətlər də yıxılar. Bizik hökumət sütunu. Zabit dedi, söylədiklərinizi təsdiq edirəm. Lakin düşmən vətənin üstünə hücum etdikdə, döşlərini verib onu müdafiə edən kimdir? Əlbəttə biz, hökumətin sütunu biz əskərlərik. Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular. Bəhs yenə təzələndi. O vaxt bir qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi. Onlar da ambarları yığırdılar. Ev sahibi bəy dedi, o qoca kəndlini həkəm seçək. Nə desə ona razı olaq. Hamısı bu təklifə razı oldular. Kişini işdən avar edib çağırdılar. Bəhslərini söylədilər. Kəndli dedi, ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə oqan tər içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, bitməsək, onlar da işləməsə, heç bir hökumət yaşaya bilməz. Bunu deyib cəld işinə getdi.